Deməli dostlar, uşaqları yatdırdım, çayımı götürdüm, gəldim, gördüyünüz kimi. Bugün elə bir iş görmək istəmirəm. Hazır uşaqlar da yatmışkən dedim qoy sizlə biraz söhbət edeyim bu yazdığınız yorumlar barədə, tez-tez gələn suallar barədə. Deməli, mənə ən çox sual nədən gəlir? Siz rus dilini nətər öyrənmisiniz? Əvvəla videolarımda falan 90%, 95%, belki 99% çalışan ki, rus sözləri işlətməyim. Çünki mənim kütləm Azərbaycanlılardır. Azərbaycan dilində danışıram, Azərbaycanlıyam. İzləyici kütləm də demək olar Azərbaycanlılardır 95%. Burada elə yeni tanışlar olar, izləyərlər, eləyərlər. Belə bir neçə nəfər olar. Amma dediyim kimi 95% Azərbaycanlılar olduğuna görə Azərbaycan dilində danışıram. Amma istər-istəməz artıq burada yaşamağa davam elədiyimə görə lüğətimə bəzi rus sözlər girdi və həqiqətən də özümdən asılı olmayaraq bəzən elə söz olur ki, məsələn əvvəllər mən təzə bura daşınanda mən rus dilini bilmirdim demək olar. Və o müddətdə kim məndən nəsə soruşsa belə həyətdə, çöldə, bacada bir yerdə də mənim sıraz ağlıma gəlirdi ingilis dilisi. Yəni nə Azərbaycan dilində demək istəmirdim. İngiliscəsi ağlıma gəlirdi, ruscasını qətiyyən xatırlamırdım, bildiyim bir şey olsa belə. İndi də eyni vəziyyətdir, yəni həqiqətən birdən də təzə rus sözləri işlədəndə, yəni kusura baxmayın, həqiqətən özümün asılı olmadan olur və yaxud ümumiyyətlə Azərbaycan dilində nə adlanırdı yadıma düşmür. Çünki istər-istəməz sən Rusiyada yaşayırsan, ətrafında hamı rusdur. Bağçaya girsən rus, mağazaya girsən rus, həyətə düşsən rus. Düzdür, həyətdə falan belə Azərbaycanlılar var, amma onlar belə rusca danışırlar yəni. Ətraf hər yer rus olanda bəzi şeyləri unutmaq normaldır deyə bilərim. İndi gəlin başdan başlayaq. Mən rus dilini nətər öyrənmişəm? Əvvəla onu deyə bilərəm ki, mənim ruscam mükəmməl bir şəkildə deyil təbii ki. Amma lap başdan başlayası olsa mənim yadıma gəlir ki, bizim həyətimizdə Şəkidə balaca olanda 10 yaşım olmazdı, heç 10 yaşım olmazdı. 7-6 yaşım, 5 yaşım olardı belki. Mənim yadıma gəlir ki, həyətimizdə bizim sulancaq asırdıq hər yay gələndə və o sulancaqda yellənəndə mənim yadıma gəlir ki, mən rus mahnıları oxuyurdım. Və biraz özümü fikirləşdim ki, mən rus dilini bilmirəm, yəni həqiqətən bilmirəm. Öncəki həyatımda, yəni o illərdə. Bəs mən bu rus dilində mahnıları nətər oxuyurdum. Və onda xatırladım ki, həmin bir dövr var idi ki, hamımız bilir o. O dövrdə telekanallarımızda rusca kinolar olsun, verilişlər olsun, mahnılar olsun, çox səslənirdi. Amma elə həmin o dövrlərdə mənim məktəbə getmə ərəfələrimdə, 6-7 yaşlarımda artıq bu rus dilində hər şey demək olar ki, yığışlandı. Rus dili məktəbləri də artıq demək olar çox belə insan yönlənmədi. Rus dilində verilişlər, kinolar, musiqilər hamısı aradan qalxdı. Amma dediyim ki, o mən yadıma gəlir ki, sulancaq deyiləndə mən rusca mahnılar oxuyurdum. Amma nətər oxuyurdum? İndi o mahnıları eşidəndə belə keçmiş köhnə mahnılar yadıma düşəndə deyim, mən bu heç yəni sözləri belə başa düşmürdüm də, bilmirdim nə idi. Nətər ki, indi məsələn uşaqlara multik falan qoşuq ingilis dilində oxuyurlar. Məsələn, Baby Shark düdürüdür, Mama Shark, nə bilim, Father Shark düdürüdür. O şimdi nəsə belə asan mahnılardan oxuyurlar, amma anlamırlar nə olduğunu. Mən də heylə oxuyurdum, amma bilmirdim nə oxuyuram. Səhv düz nətər gəldi. Belə mənə gəlir ki, mənim beynimin bir yerlərində o kimi elə bir neçə şeylər var idi. Sonra mən Azərbaycanda olanda məktəb vaxtı, məktəbdə arada bir olurdu belə rus dili falan. Özümün nə yalan deyim, həvəsim var idi o vaxtlar. İndi qətiyyən yoxdur. O vaxtlar həqiqətən həvəsim var idi, rus dili öyrənim, eləyim. Amma bizi məktəbə qoymadılar, rus dili məktəb Şəkidə sadəcə bir dənə idi. Onu bizi o məktəbə qoymadılar. Hələ də anama, atama görə deyim ki, siz bizi o məktəbə qoymadınız. Qoysanız mən indi bu əziyyətləri çəkmirdim burada. Ona görə mənə elə gəlir ki, uşaqların balacalıqdan dil öyrənmələri daha rahatdır. Nətər ki, deyirəm, mən balacalıqda bilmirdim, amma oxuyurdum o mahnını. Yəni bilməsəm belə oxuyurdum. O məndə var idi. Nətər ki, orada qalxdı. Hələ indi o mahnıları eşidəndə mən onları bir-birinə oturtdura bilirəm ki, sən demə mən oxuduğum mahnının sözləri bu imiş. Mən belə bir şey oxuyurammış. Ona görə də dediyim kimi, yenə uşaqlara ta balacalıqdan düşünürəm ki, indi əsgərə başlamışıq ingilis dilində qoymuşuq, rus dilini çox şükür bilirlər.
və İsranın eyni şəkildə davam etdirəsi yox. Uşaqlar balacalıqdan nə qədər dil bilsələr, o qədər yaxşıdır. Düzdür, çətin gələ bilər, amma böyüklərin öyrənməklərindən daha yaxşıdır. Nəinki uşaqlar yəni daha rahat öyrənirlər, daha tez götürürlər. Deməli, dediyim kimi bizim məktəbdə belə rus dili keçirdilər. Hardasa bir mən 8-dəmi, 7-dəmi oxuyan ərəfələrdə, amma o da hər deyən olmur. Ya müəllimimiz xəstələnirdi, ya özüm xəstələnirdim, getmirdim, ya bir şeylər baş verirdi. Belə ayda ildə bir dəfə, 2 dəfə dərs falan olurdu. Yəni, yadıma gəlir vaxt rus dili müəllimi bir dənə şeir vermişdi az böyle bu. Popolaca bir kuplet şeir idi. Bir tane sözü her de yadımdadır. Это небо, это горе, это лес, это поле, nəsə bir şey idi. O şeiri əzbərləyənə qədər, ay Allah, cinnət keçirmişdim yəni sözdə mənasını. O şeir, bu şeir ondan sonra getməyəsən rus dilində da istəmirəm. Sonra getmədim yəni rus dilini buraxdım, öyrənmədim heç nə. Bundan sonra mən işə girmək ərəfəsinə çatanda orada dedilər ki, işte işimiz rus dili deyil, amma rus dilində sözlər var, proqram var və o proqramda rus dilində olan əşya adları var. Mağazada işləyirdim, elektronika mağazasında və orada operator işlədiyimə görə bu işləri yəni mən eləməliydim. Məsələn, soyuducu nə deməkdir? Nə bilim, mikrovalnovka, zaten mikrovalnovkadır. Qab yuyan, paltar yuyan, nə bilim, o şimdi elektronik əşyaların adlarını bilməlisən maddə. Mən dedim, nə var ki, öyrənərəm. Yəni, abra bir şey taxanda əslində eləyirəm. Əsas otu taxmaqdır, o hər şeydə taxmıram, nə yalan deyil. Taxsam, bayağı bir yol almışdım. Belə, onları öyrəndim. İşləyə də bəzi şeylərin adını öyrənmiş oldum. Sağ olsun, sol tərəfimdə oturan xanım, sağ tərəfimdə oturan qadın, ikisi də, hamısı da demək olar, iş yoldaşlarımızın çox rus dilli idilər, rus dilini bilirdilər və onların sayəsində bilmədiyim şeyləri də öyrənirdim, nə deyirlər, nə demirlər. Belə. Və onlara gördükcə həvəsə gəldim ki, mən də mi öyrənsəm yerə rus dilini, belə danışırdılar aralarında. Mən də mi öyrənsəm, sonra tənbəllik gəlirdi canıma. Yox, istəmirəm, nəysə çətindir rus dili, çox çətindir. Həqiqətən dillər arasında ən də çətin dillərdən biridir rus dili. Çünki bir sözün bir neçə mənası var. Bir sözün bir neçə keçmiş zamanı var, gələcək zamanı var, indiki zamanı var. Mən hələ də onlara əsəbləşirəm. Fınana da hələ bir dənə oturanda deyəm ki, məsələn, hava niyə bir dənə eləməmişsən, bundan 5-6 dənə də kol qanat çıxartmışsan. Bir dənə elə biləm ki, bu məsələn, deyirəm, getməkdir. Bilim ki, getməkdir. Yəni, maşınla getdim, piyada getdim, peşkum getdim, samolyotla getdim. Nə fərqi var ki, geyirəmdir, nə fərqi geyirəmdir. Hələ də o dava söyləyirəm. Amma hər neysə. Öyrənmədim, yenə də çox bəlbəyim bağlamadım bir müddətdən sonra öyrəndim ki, və sonra da işləyən müdürümüzün həyat yoldaşı rus dili müəllimiymiş. Qızlar da mənə biraz təkan verdilər ki, bəs get öyrən Ülviyə, sadə lazım olar, eləyər. Mən belə oldum, getdim, başladım o rus dili müəlliməsinin yanına. Və o rus dili müəlliməsinin yanına getməyə başladığım ərəfədə mənim ağlıma yenə başqa bir ideya gəldi, bəs mən institutda oxumaq istəyirəm. Əvvəl gedim Türkiyədə oxuyayım, Azərbaycanda oxumaq istəmirəm. Həqiqətən istəmədim nəsə Azərbaycanda oxumaq. Türkiyəyə yönəldim. Yəni nə yalan deyim. Çünki dil məndən ötürü rahat idi. Nə bilim, yaşamaq məndən ötürü rahat olasıydı. Əlavə bir dil öyrənməyə ehtiyac duymayasıydım. Kültürləri bizə daha yaxın idi. Amma yəni bizimkilər çox da razı düşmədilər də yalan deyim. O ərəfədə bacım Moskvada yaşayırdı. Bəs bacım dedi ki, sən burada oxu. Mən dedim ki, mən nə gəlim oxuyayım, yəni Rusiyada nə oxuyasıyam mən. Ruscam o qədər deyil, oxuyası qədər deyil. Dedi ki, yox, burada universitetlər çox asaddır, çox rahat olasıdır səndən ötürü, maraqlanaq, nə oxumaq istəyirsən, nə qalmaq istəyirsən, hansı daha rahatdır, hansı universitet rahatdır, şərtləri nədir, nə qədər dil biliyi lazımdır, bunların hamısı ümumiləşdirək, sən də Rusca o ərəfədə orada biraz gəlişdir və burada imtahan ver, keçməsən, zaten keçməyəsən, qayıdıb gedəsən, heç nə. Oturası yer var, aparmağa adam var, sınıyəsən sadəcə özü. Mən dedim, yaxşı. O şimdi bu ərəfədə elə biraz, yəni sözlərdən, salam, sağ ol, gəlirəm, gedirəm, belə məktəbə aid bir neçə sözlərdən mənim söz bazam genişdir, həqiqətən rus dilinə aid. Söz bazam bayağı bir genişdir. Sadəcə olaraq cümləli mərifətli quramı. Və bu da mənim ən böyük problemimdir deyərəm. Və hər neysə, gəldim, mən burada imtahan verdim. İmtahan verəndən sonra keçdim. Keçəndən sonra mənə dərd bürüdü. İmtahan sualları çox asanlıydı.
Və bizdəki kimi işte imtahanda oturursan, ay 5-10 saat, 2-3 saat tərpənməməlisən, nəfəs almamalısan, su içməməlisən, ay Allah mən nə tərk etsən. O psixoloji ilə girmədim yəni imtahana, prosta gəlib ki, imtahan verəsiyəm, keçsəm, keçməsəm də yəni istədiyim şey yoxdur. O şimdi imtahandan keçəndən sonra başladı məni o stres bürüməyə ki, sən nə arasısan ya, bunun dəstə oturmağı var, bunun dəstə aşağı var, bunun nə bilim. Yəni var da var, yəni bitmir. İmtahanı verdim, bitti. Deyil. İmtahan çox asandır, yenə dediyim kimi. Rus dilini belə orta səviyyədə bilsəz, belə keçmə faiziniz bayağı yüksəkdir. İstəyənlər gəlib oxuya bilər. Rus dilini bilsizsə də, vəbşə, durun gəlin oxuyun. O şəkildə deyə bilərik. Hər nəysə, mən imtahanı verib keçəndən sonra dediyim kimi belə bu streslər yenə başladım rus dilinin üstünə düşməyə, yenə söz əzbərləmək, nağarmaq və mən sizə nə deyim? Siz nə üzrə öyrənmək istəyirsinizsə, o üzrə öyrənə bilərsiniz. Yəni, mən hal-hazırda Rusiyada yaşayıram. Mən bağçaya gedə bilirəm, uşaqları gətirə bilirəm, həkimə gedə bilirəm, uşaqları gətirə bilirəm, danışa bilirəm yəni. Belə nə bilim, ora-bura hər hansı bir mağaza olsun, gəzmək olsun, podroqa olsun, kino, teatr olsun, alış-veriş olsun, bunları bacarım. O söz bazam var. Məsələn, rus dilində yemək reseptlərinə baxsam və yaxud hər hansı bir restoranda yeməyin içəriyin soruşsam içərisində nə var, onların hamısını başa düşürəm rus dilində. Çünki mən bunların içindəyəm. Yəni, amma kimsə gəlib mənə desə ki, maşının nə bilim nəsə nə deyirlər, Azərbaycancasını bilmirəm qaldı. Reallıq da yəni. Məsələn, tikinti şeyləri bilmirəm nədir. Yəni çox şey bilmirəm nədir. Öz sahimə aid olmayan, öz içərisində olmadığım. Məsələn, ruslarla bir arada, bir ortamda oturanda belə pünhan sinif yoldaşları olsun, qrup yoldaşları, tanışlar da kimsə. Nəsə bir zarafat eləyirlərsə, onu tam olaraq sözün mənasını başa düşürəm, söz nədir deyə. Amma yəni prikolunu tutamıram ki, nədir? Çünki mən burada yaşamamışam, burada böyüməmişəm və onları anlamaqda çətinlik çəkirəm. O zarafatlar olsun, nələr olsun, sözlər olsun. Amma yəni anlamıram. Nətər ki, məsələn, biz dediyim kimi o bir ərəfə oldu, rus şeyləri hamısı çıxdı televizordan falan, nətər ki, türklərinki gəldi. Məsələn, indi Pünhanla biz komedi kinosuna demək olar əvvəl baxa bilmirdik. Niyə? Çünki mən başa düşürdüm, gülürdüm. Pünhan türklərlə işləyir burada, türk dilini bilir. Belə dediyim kimi öz işinə aid olan şeyləri. Amma belə komedi qismini tam olaraq başa düşmür, anlaya bilmir. Yəni gülməli bir şey olsa belə onu tam anlaya bilib gülmür yəni. Mən də istəyirəm ki, sən niyə gülmürsən, gülməli bir şey dedim. Bunları heç anlamadım, adi sözdür. Nətər ki, mənə rus dilində eləcək, o da türk dilində eləcək. Yəni bu şeylər normaldır. Zaman keçdikcə anlayırsan. Və bir də onu deyim ki, rus dilini bilmək sadəcə bəs eləmir. Rus dilini gərək sən içərisində yaşayasın. Niyə? Mən məsələn söz bazam dediyim kimi həqiqətən çox yaxşıdır. Əməlli bir söz bazam var ruscada. Amma belə həyatda, günlük həyatda, yəni sən məsəl üçün adi bir şey olsa belə nə deyim məsələn? Adi bir şeyi daha fərqli bir şəkildə deyirlər. Və sən qalsan ki, nədir yəni, bu nədir? Mən bilmirəm o. Son tərcüməsinə baxanda deyirsən ki, bu axı o imiş. Mən axı bu sözün digər mənasını bilirəm, bunu bilmirəm. Yəni ona görə də gərək qulağın eşitsin. Yəni Rusiyada yaşamasanız belə gərək içdə bir atıb multiklərə baxasınız. Multiklərdə də çox şey var. Həm anlaşılan dildə danışırlar, həm də uşaqlara bir öyrədicilik məqsədi olduğuna görə bəzi şeyləri göstərərək deyirlər. Onda sənin beyna qazanır ki, bu göstərdiyi şey, yəni tərcüməsi bilməsən belə anlayırsan ki, nədir? Ona görə multiklərə daha çox baxa bilərsiniz. Əslində musiqiləri belə baxa bilərsiniz. Musiqi sevirsizsə qulaq asa bilərsiniz. Amma mən qulaq asdığım musiqilərdən çoxsunu, demək olar 60-70% başa düşmürəm. Nə qarım? Musiqini qoyuram, açıram tekstini, nə deyir, anlayıram. Ondan sonra o tekstə bağlayanda bilirəm ki, burada hansı söz işlənildi. Çünki musiqilərdə istər-istəməz daha tez-tez axıcı bir formada danışırlar və o tez-tez axıcılıq olanda məndə hər şey durur. Və əslində bir dənə müəllimi var bağçada. Əslində 2 dənə müəllimi var da, onlardan biri daha tez-tez danışır. Şuna deyəm ki, o danışanı mən başa düşürəm. Elə laf tez-tez danışır, eləyir
Pünhan da əvvəl elə danışırdı. Pünhan da tez-tez danışanda mən demişdim, amma bu cür yavaş danışır. Nə deyirsən, anlayım mən sənə desin. Amma yəni elə adamlar var ki, elə yavaş-yavaş danışırlar ki, yəni hər sözünü sən başa düşsən və eşitdiyin anda sən də elə bil ki, qulağa kimsə tərcümə eləyir kimi gəlir. Amma deyim ki, tez-tez danışan adamlar olanda deyəm ki, повторите еще раз, пожалуйста. Yəni başa düşmədiyimi belli eləyirəm. Əvvəllər olsa qətiyyən, məsələn 4 il, 5 il əvvəl olsa, yəni mən ölərdim bu sözü kiməsə deməzdim ki, еще раз повторите, пожалуйста. Məndən ötürü çox utanç verici bir şey idi. Sən Rusiyada yaşayırsan və rus dilini, amma zaman keçdikcə rahat deyirsən ki, yəni normaldır. Düzdür, 8 ildir, 8 il. Çox da normaldır. 8 il Rusiyada yaşayıb rus dilini bilmək. Yəni də çox da yəni takılmıram deyə. O qədər problemim var ki, bu xəstələnəm, rus dilini bilmək. Bana çox da ayıb bir şey kimi gəlmir, valla nə yalan deyim. Ona görə çalışın, özünüzü rahatladın. Ən önəmlisi odur. Yəni başa düşməyəndə başa düşməyəsiniz. Siz rus deyilsiniz. Rusiyada yaşamış ola bilərsiniz, amma yəni imeninə o dili bilməliyəm. Bilməlisiniz, təbii ki, bilməlisiniz. Amma bilməyəndə də mən depressiyona düşüm, özümü pis hiss edeyim, özümü evə qapadım. Bu ən pisidir ki, mən eləmişəm bunu. Yəni bir dəfə mağazaya girdim, təzə gəldiyim il bura. Nəsə bir şey dedim, səhv dedim. Ondan sonra uzun bir müddət mağazaya girmədim. Sonra gəldim, özümə şey elədim, yəni mağazadakı bir dəfə gördün, ikinci səfər görməyəsə, lap görsən belə, nə olsun səhv demişəm. Dedim, ötdü. Yəni Azərbaycan dilində danışanda dilin sürüşə bilir, nəsə hansı bir sözü səhv deyə bilirsən. Nə var burada? Belə özünüzü rahatlada biləsiniz. Hər neysə, danışdıqca oradan onu keçirim, yarısını deyəm, yenə yarısını unuduram. Belə mən hardan gəldim, belə öz alanında olan şeyləri bilməkdən gəldim bura. Deməli, mən institut oxuduğum vaxtlarda mən gəldim burada, qiyab oxuyordum. Qiyabı oxuyanlara əməlli başlı hörmət edirlər. Həqiqətən bilmirəm Azərbaycanda nə tərdir, amma burada həqiqətən çox hörmət edirlər və xüsusən sən əgər dərsdə oturursansa. Bir aylıq bir müddət olur və o bir ayda demək olar hər gün dərsdə olsan və o dərsdə sən başdan ayağa kimi oturursan, müəllimə diqqətlə qulaq asırsansa, saat belə deyim 50% hörmət eləyirlər. 50% sən buradan aldın. Digər 50% də üstündə işləyirsən və sən görürlər ki, dilin çox mükəmməldir. Öyle qiyabi şəkildə oxuyanlar xüsusilə ya yaşları çox olanlardır, ya mənim kimi belə gəlib xaricdə oxuyanlardır. Mənim qrup yoldaşlarımın demək olar ən balacası mən idim. 23 yaşım idi, səhv eləmirəmsə. Ən balaca mən idim. Təsəvvürünüzə gətirin. Qalan hamısı 40 yaşlı, 45 yaşlı kişilər, arvadlar idilər. Belə işə girməkdən ötürü diplom lazım olur. Nətər ki, bizdə, burada da bəzi yerlərdə elədir həqiqətən. Ona görə də onlar da bundan ötürü qiyabı oxuyurdular. Çox dərsə gəlmirdilər, nə yalan deyim. Bütün dərslərin hamısında səhərdən axşama kimi olsa, axşamdan səhərə kimi hansı saatlarda olsa, hansı hava şəraitində olsa, Rusiya maruzunu yaşayanlar bilirlər yəqin ki, biri dekabra düşürdü, dekabr yanvar, digəri də yay aylarına düşürdü, digəri yaxşı idi. Amma bütün dərslərdə otururdum. Yəni nə eşitdim, müəllimdən nə eşidirəm, dəftərə yazırdım və mən iqtisadiyyat oxuduğuma görə daha çox belə riyazi həllər olduğuna görə lövhədə həll olunurdu. Lövhədə gördüyüm hər şeyi köçürürdüm. Sonra gəlirdim, bunları oxuyurdum, nə yazmışam, nə demişəm, nə qalmaq lazımdır o üçün. Əsas odur fənnin adını yazıb düzgün. Qalanını tam düzgün yazmasam belə o fənnin adını gəlib internetdən oxumaq olar. Belə oxuyurdum, yazırdım, bütün dərslərdə otururdum. Hələ qrup yoldaşlarım təsəvvürünüzə gətirin, məndən soruşurdular ki, bu nə həll eləyəsi yox, bu nə həll eləyəsi yox. Onlara belə kömək eləyirdim. Belə 30% ruscamdan deyə. Çünki dediyim kimi riyazi şeylər idi və oturduqdan sonra mənim riyaziyyatım wow dərəcəsində deyil təbii ki. Amma dərsdə oturduqdan sonra bir şeyə diqqət verdikdən sonra və diqqətlə qulaq asmağa başlayandan sonra sən anlayanda ki, orada nədən gedir söhbət, sən hər şey həqiqətən su kimi arda-arda gələcək. İqtisadiyyat fənnində bütün uşaqlara, bütün qrup yoldaşlarıma kömək eləmişəm desəm, inanmayasınız. Amma həqiqətən eləmişəm və 5 almışam. İqtisadiyyatım 5'ti bu arada. Ona biraz özümü popoflaya bilərəm deyə düşündüm. Qrupda ruslar demək olar rusca bilirdilər. Ruslar var idi, özbəklər var idi, ermənilər var idi, qazaxlar var idi. Hər yerdən belə fərqli yerlərdən var idi və demək olar hamısı 70-80% rusca bilirdilər, ruslar zaten bilirlər. Amma mən orada nəyi anlamış oldum?
Onu anlamış oldum ki rusların özü belə bəzən düz danışmırlar. Bu keçmiş formada, gələcək formada, rotlarda, xüsusən rotlarda düzgün danışmayanlar var dostlar. Təbii ki, hər şeyi tamamən akışkan şəkildə danışanlar da var. Və həyatda falan da görürsən, eşitsən, eysən, uşaqlara zamçan yeriyirlər ki, bunu sən səhv dedin. Yəni özləri də çaşırlar. Çünki çox qarışıqdır bu rot qismi həqiqətən qarışıqdır. Özləri də çaşırlar və mən ondan sonra biraz narahatlıq gəldi ki, yəni nə var? Rusdur, Rusiyada doğuldu, Rusiyada yaşayır, Rusiyada böyüdür, Rus dillidir, amma yenə də çaşır. Mən Azərbaycanda doğulmuşam, 23 il orada yaşamışam. Yəni təzə-təzə gəlmişəm Rusiyaya, bildiyim elə bir şey yoxdur, amma yenə də danışmağa çalışıram, özümü izah eləməyə çalışıram, bir şeylərin peşinə düşməyə çalışıram nətər deyirlər. Belə və institutu bu şəkildə qurtardım və institutu oxuyanda sadəcə dediyim kimi bu fənlərə aid şey yox da, məsələn yolda izdə azırdım. Pünhan mənə aparmırdı. Salam olsun Pünhanı. Ona aparmamağın səbəbini də əslində bilirəm ki, özün öyrəndiyirdi. Onun sayəsində demək olar, Molodejnu qəşəng tanıyıram və həmçinin institutun filialının biri Molodejnu'da idi. Bizim evə yaxındı. Avtobusla gedirdim, avtobusdan düşürdüm, sonra peşkom gedirdim. Amma biri bayağı bir uzaqda idi. Bu Park Gorkova yəqin ki tanıyırlar. Molodejnu Park Gorkova'ya bayağı uzun bir yerdi. Ora gedirdim. Yine avtobusla metroya, metrodan dəyişiklik eləyirdim metronun içərisində. Orada bir neçə dəfə azmışam. Azıb Pünhana zəhr vurmuşam. Pünhan deyirdi, mən sana nə qarasıyım, qoy telefonu, get adamlardan soruş, get stansiyada dayanan, nə bilim, polislərdən falan kimdən soruş, öz başının çarəsinə bax, sağ olsun. Mən də ağlaya o institut yolları başa vurmuşam. Böyle pis yaxşı, nətər deyirlər. O an üçün təbii ki, məndən ötürü stresli bir dönəm idi, ağlamalı bir dönəmlər idi həqiqətən. Amma indi düşünəndə deyirsən ki, yəni yaxşı ki, bir yerdə deyirsən ki, Pünhan mənə aparıb gətirməyikdə, o yolları öyrənmişəm ən azından. Kimdənsə yolu nətər soruşmaq lazımdır öyrənmişəm. Hətta məndən yol soruşanlar olurdu, onlara yol göstərdiyim vaxtlar oldu. İstərseniz səhv dedim, düz dedim, fərqi yoxdur. Deyirəm, başa sağlam, sən mənə başa düşürsən, mən sən başa düşürsən. Sağ ol, salamat ol. Belə imtahanlarda falan dediyim kimi müəllimlər də danışığımla mən ağzımı açanda rus dilində sırazı başa düşürlər ki, mən yəni Rusiyadan gəlməmişəm. Zaten tipime baxanda anlaşılır da rus deyiləm. Və görürlər ki, bütün dərslərdə otururam, hər şeyi yazıram, bir şey çabalayıram, bir şey eləməyə çalışıram. Yəni ən alınmayan halda belə yenə mən oradayam, yenə heç kim yoxdursa da ülviyə var yəni. Yəni elə dərslər oldu ki, təkbətək müəllimlə mən olmuşam. Ona görə də sağ olsunlar müəllimlər də çox yaxşıdırlar. Ay belə ruslar adam yeyəndilər, kəsədilər zət yox. Ellər də var təbii ki. Amma çox şükür mən bəxtimə institutda heç də biriləri çıxmayıbdım. Və hətta bu iqtisadiyyat deyirəm, iqtisadiyyat müəllimimiz bayağı bir yaşlı idi. Hardasa biz 70-dən çox yaşlı olardı. 380 olardı, bilmirəm. Hamı qorxurdu. Qadın idi. Çox zehinli idi özdə belə. Hamı qorxurdu, mən amma dediyim kimi, mənlə danışanda elə belə mülayim, elə belə şey danışırdı ki, yəni bilirsən ki, nətər deyirlər, hörmətə bağlıdır. Yəni mən o dərsində otururdum, qulaq asırdım, bilirdi ki, rus dilim yaxşı deyil, özünə də demişdim ki, belə rus dilim çox yaxşı deyil də, az bilirəm, oxumaqdan ötürü gəlmişəm falan filan. Yəni hörmət elədiyimə görə, nətər deyirlər, hörmət gördüm həqiqətən. Yəni o bir uşaqların çoxsu 4 aldılar, amma 5 qoydu axırda qiymət olaraq. Çünki dediyim kimi həlləri də elədim, dərslərində də otururdum, qulaq da asırdım, hörmət də eləyirdim. Belə institut temasına bağlayaq məncə. Və mən bu ərəfədə burada da bir dənə yaxın qız var idi. Onun da ayağına hazırlığa getdim. Yəni o da mənə deyirdi ki, Ülviyə, sən rus dili bazan var. Sənin söz bazan var yəni. Rus dili bazan deyim, söz bazan çoxdur, amma sən onu işlətmirsən. Mən dedim ki, utanam. Dedi, işte davay getdik restorana, turciya. Mənim danışmağa utanıram. Həqiqətən təkcə, amma mən nəyin fərqinə varmışam uzun illər sonra? Mən təkcə rus dilində bilmirəm deyə danışmağa utanıram, söhbəti deyil. Biz Türkiyəyə getdik Pünhandan, belə tətildə falan. Mən türk dilini bilirəm, bayağı bir bilirəm, Pünhandan qəşəng bilirəm. Yəni türk dilini, yəni bilməyəsin nə var da? Mən Türkiyədə türk dilini danışa bilmədim.
Həqiqətən Türkiyədə türk dilində danışa bilmədim. Belə bir sıxıntı gəldi, boğuntu ki, danışmadım yəni qətiyyən Türkiyədə mən türkcə danışmamışam təsəvvürünüzə gətirin. Və ondan sonra anladım ki, yox, bu mənim rus dili bilməmə şeyim deyil. Mənim özümə aid bir şeydir. Nədirsə, utancaqlıqdır mı deyim, çəkincənlikdir mi deyim, nəsə biz şeyi səhv mi deyərəm, qorxusudur mu deyim. Ondan sonra dedim, nədirsə, odur. Danışasıyam. Rusça da danışasıyam, Türkçə də danışasıyam. Nə tərə gəldi, elə danışasıyam. Ondan sonra belə yavaş-yavaş başladım danışmağa. Səhv, düz. Hətta burada bir də qız var idi qonşuluqda. Rus idi, o da çıxdı, getdi Amerikaya. Onunla dostlaşmışdım. Onunla danışanda birisi dedim ki, sən mən başa düşürsən, həm də sözləri başa düşürəm, düzdür, bəzi şeyləri səhv deyirsən, amma söz olaraq başa düşürəm sənin nə dediğini, anlayıram yəni, anlaşılandır. Zaten sən rus deyilsən, özüm adidir ki, sən rus deyilsən, normal şəkildə danışırsan, məsələn, başa düşəsi şəkildə danışırsan. Yəni, bəzi rotları səhv dedin, bəzi artikulu səhv dedin, problem deyil mənə ötürü. Amma elələri də var ki, bir dənə qabağa çıxır maşınıza sürəndə, nəysə bir dənə səhv deyirsən, sıraza üzə əbləliyik. Onda sıraza keçirib Azərbaycan ciddiyində başa düşmə. Əsəbləşirəm. Buna görə də deyirəm ki, əslində qısılmamaq lazımdır. Nə bilirsinizsə, onu danışın. Bilmirsiniz, oturun, yazın. Yazmaq istəmirsiniz, çətin gəlir. Uşağınızdan düşün həyətə. Həqiqətən, mən əsgərdən həyata düşəndə əməlli başlı söz öyrənmişim. Həqiqətən əməlli başlı. Qulağın sənin eşidir, qulağın açıqdır. Sən kimlənsə söhbət, dialoqda olmasan belə, kənarda iki nəfər bir-birindən söhbət edirsən, oradan sözü alsan. Nə tər danışmaq lazımdır, hansı sözü işlətmək lazımdır, hansı söz əslində tər deyilir. Bunların hamısını sən qulağın eşidir və avtomatik olaraq beyninə yazılır. Ona görə qıraq bucağı eşitməyə heç vaxt qulaqlarınızı bax, ay kiməsə qulaq asmayım söhbəti deyil bu arada. Kiməsə söhbətlərin bizə heç bir dəxli yoxdur. Amma sadəcə o danışıq diksiyası nətər olmalıdır, hansı söz harda nətər deyilməlidir. Mən hələ də qulaq asıram. Bağçada məsələn uşaqları götürməyə geyəndə kim hər hansı bir ana uşağına nəsə deyirsə, nəsə zamku bağla sözünü mən əgər bilmirəmsə, tutaq ki da, onu deyirsə mən sıraz beynimə yazıram ki, bu o deməliymiş. Və bəzən elə anlar olur ki, mənim bilmədiyim sözlər olur. Məsələn, bu həkimə getdiyim ərəfələrdə əsgərlə hamilə olduğum müddətdə Pünhan məndən hər yerə gəlirdi. Ola Pünhan hər şey eləyirdi. Həkim nədirsə tərcümə eləyirdi, bilirdi. Yəni, məndən hər yerlərdi. Esrada da demək olar, amma ayda qətiyyən Pünhan məndən hər şeyə gəlməyibdi. Hər şeyi özüm getmişəm və nə qarırdım. Dediyim kimi, mən belə həyətdə danışa biləm, bağçada danışa biləm, tamam, dərsimə aid bir şeyləri biləm, yemək şeyləri, yemək adlarını biləm, çünki mən burada açıram. Rus dilində yemək hazırlamaqlarına baxıram, nə tərə hazırlanır deyə, yeni reseptləri öyrənməkdən ötürü və yaxud da uşaqlara ağlıma gəlmədi indi Azərbaycanca polezny yeməklər hazırlamaqdan ötürü, sağlıqlı yeməklər hazırlamaqdan ötürü öncə fazla gəlməyəcək. Bütün gün gözümüz göydə doldu. Sağlıqlı yeməklər hazırlamaqdan ötürü mən reseptlərə baxıram, tort, fərqli içlikləri, biskvitləri hazırlamaqdan ötürü reseptlərə baxıram və mən yemək konusunda daha çox bilgiliyəm, nəinki, nə bilim, həkim konusuna rəğmən. Və mən həkimə gedəndə nə qarırdım? Telefonumun diktafonunu açıram, səs yazılır orada, həkim mənə nə deyirsə, başa düşdüyümü başa düşürəm, başa düşmədiyimi, əgər başa düşüləcək bir şəkildədirsə, yenə təkrarlatdıram, nə idi deyə soruşuram. Yox, başa düşmədiklərim falan oldu, sağ ol, çıxıram. Çıxandan sonra o səsə qulaq asıram və görürəm ki, o da falan söz deyir. Mən o sözü mənasını bilmirəm, girəm Google Translate hal-hazırda işlətməsi hazır olar. DeepSeek-dən və yaxud ChatGPT-dən istifadə edə bilərsiniz. Təbii ki, onlar daha rahat, daha bir alışqan, daha insancıl tərcümə edirlər deyə Google Translate daha fərqli yerlərə geyə bilir. Əslində çox rəsmi bir şeylər paylaşır, amma süni intellekt vasitəsilə daha normal, daha axışqan tərcümə əldə edə bilərsiniz. Yerlərə girəm, yazıram, tərcüməsini öyrənəm. Anladım. Söhbət nədən gedir, nədir? Yəni bilmədiyim şeylər də onda ötən səfər maşınım sındı. Yəni elə oldu ki, Pünhan biraz uzaqda idi, gələ bilmədi. Mən özüm aparmalı oldum. Maşını qoydum. Kişi başladı sual verməyə, nəsətin bağlı. Bir dəqiqə deyə, telefonu yıxdım Pünhan'a. Mən deyiləm. Yəni orada da utanmadım, eləmədim, bir şey eləmədim. Mən rus dili bilmək qırağa, mən maşına aid heç nəyi bilmirəm. Yəni rus dilini bilsəm belə, maşın şeyin biləsi bilməliyəm deyə bir şey yox. Bilmirəm yəni. Utanmıram buna görə də. Yəni
Nə qarasıyam? Bilmədikdən sonra utansam nə olasıdır? Utansam kimsə gəlib başıma medal mı qoyası? Bir şey bilmədiğə görə başa medal qoymurlar bu arada, kanona qoyurlar. Hər nəysə. Общем, yani öyle bir şey olmadı. Yığdım telefonu dedim, al danış. Все, Pünhan izah elədi. Nə vaxt gəlsəm, yarım saatda все, ya sağ ol. Bitti yani. Her şeyi üstələnməsək də olar müalicə. Əsas bilməyimiz şeylər, xüsusən burada müalicə yazanlar uşaqlar analardır, belə vaxt çəkəcəyən analardır. Bu da adi danışıq kifayət eləyir. Yəni mən elə sizin bildiyiniz, axşam rusca ilə danışıram deyə bir şey yoxdur. Mən bir də elə bir söz deyirəm ki, Pünhan başlayıb şunlarla danışsınız. O deyir deyim, nə oldu, başa düşdü. Əsas o başa düşsə, mən rusca deyəndə bu mənə başa düşür. Sahə sənin kimi gülmür heç. Bir də bizimkilərin yanında mən rusca danışmaq istəmirəm, həqiqətən. Azərbaycanlıların yanında danışan kimi niyə gülsən? Rusların yanında danışanda sağ gülmürlər. Həqiqətən mən bu günə qədər Rusiyada 8 ildir yaşayıram və hər şey belə mükəmməl şəkildə danışmıram. Nə təcəldim, nə bildim, onu danışıram da. Yəni bir dənə Rusma bu günə qədər gülməyibdi, bir dənə. Amma evdə danışanda bir dənə əsgərin zadına nəsə danışaram da, əsgər özü də qayıdır. Mama, ты что, неправильно говоришь? Неправильно говоришь, sən də Azərbaycan dilində неправильно говоришь, mən sənə bir söz deyirəm. Ты azərbaycanski yazık не знаешь, а я русский не знаю. Da nə xəbər var ki indi? Belə yəni, uşaqlar da arada bir Azərbaycan dilində qəşəng sözlər deyirlər, belə kamera olsa, yəni çəkilib qoyulası bayağı bir komedi bir şəkildə çıxır yəni. Belə ona görə Azərbaycanlıların yanında çox hədiyyən danışmıram demək olar. 90% danış desələr belə danışmıram. Çünki bilirəm ki, güləsirlər və onların mənə danış deməklərinin məqsədi mən bilirəm. Ona görə də bunu tədiq edirlər. Quzunu qurda yemirəm, heç kim kusura baxmasın. Belə yoruldum. Düz yarım saatdan çoxdur danışıram. Xittəyim qurdu bu videonu, beşəm təhlüş deyib. Rus dilinə aid olanlar hamı gəlib baxsın, soruşanlar. Çünki mənə yazsınız ki, nətər öyrənmişsiniz, cavab yaz. Cavab yazmasınız kimi deyil də, yarım saatlıq şey danışdım mən sənə, sən cavab yazım o yarım saatlıq şey. Ona görə bəzən belə uzun suallar olanda həqiqətən özüm sona saxlayıram ki, rahat bir vaxt olanda cavablayayım və yaxud video çəkərkən cavablayayım. Çünki video çəkib danışaraq cavablamaq daha yaxşıdır. Nəinki bir şeyləri yazaraq yazanda istər-istəməz adamın əli yorulur, fikrin qarışır, birini deyirsən, birini yazsan, birini yazmırsan. Yadından çıxır ki, gedir belə biraz başdan soğuda olur da tər deyərlər. Neçə gündür bizi biraz çox atmaya başlaydılar. Ona görə bütün gün gözümüz görədir. Bilməm o işlərin axırına olasıdır da. Hər nəysə xittəyimi qurudacağım. Çayım da buzda da yarım saat tuturan çay da olarsa bölüm içmədim. Çayımı da içim, ümid edirəm sizin üçün faydalı olmuşdur və əsas odur ki, dediyim kimi utanmıyorsunuz, çəkinmiyorsunuz. Ümumiyyətlə təkcə burada yox, heç nədən. Mən məsələn bu toxumaq işlərində toxumağı ümumiyyətlə bilmirdim. Toxumaqda da olan şeydir. Toxumağı öyrənəndə mən özüm açdım, rus dilində öyrəndim. Çünki bildim ki, Azərbaycan dilində düşdüyümdə öyrənsəm, sonra mən rus dilində keçməyim çətin olasıdır və həmçinin düşündüm ki, mən Rusiyada yaşayıram. Rus sözlərindən daha bir neçə söz lüğətimə əlavə eləyərəm. Nətər olur? Ona görə toxumağa aid şeyləri də bilirəm rus dilində. Ayda yoxdan çayımı içmədim. Sağ olun, gələn videolarda görüşərək.